Gəlin belə bir suala baxaq. Deyir ki, Y2 xanasında, görürsünüz Y2 xanasında düstur verilib. Belə bir düsturdur. Dollar B, dollar 3, çıxılsın C2, vurulsun dollara 1, üstəgəl 2. Deyir, xanalardan hansına köçürülə bilməz. Məsəl üçün, gəlin bu sualı həll edək. Birinci, biz bunu başa düşək ki, bayaq da dedik ki, dollar olan şey neynəmir? Dəyişmir, düzdür? Deməli, bizim düstur, yəni aşağıdakı xanalar C1 olsun, B3 olsun, A2 olsun, C2 olsun, D3 olsun. Nə olur olsun. Biz ora köçürəndə burada dəyişməyən hissə olacaq. Dollar B, dollar 3 dəyişməyəcək. Bu ilə razısınız. Bəli. Bu dəyişməyəcək. Yəni bu ilə mənim işim yoxdur. Bizim dəyişəsi hissəmiz haradır? C2, onu saxlayıram. Vuraq. Onun yerinə hələlik X yazıram. Yəni dəyişəni bilmirik. Sonra yazıram dollar ya da gəlin belə yazım. C2'ni yazım amma qırmızılıyım ki, yəni bu dəyişəcək. Sonra dollar A var. Bu dəyişməyəcək. Amma bunun yanındakı 1 neyniyəcək? Dəyişəcək. Düzdürmü? Üstə gəlinsin 2. Bu sabit, bu hissə biz təsir eləmir. Nəyə görə təsir eləmir? Ümumiyyətlə, burada bağlayıb bunun üstünə kvadrat yazdı, 3-ə vurdu, 4-ə böldü, 5-ə nə bilim şey elədi. Onun heç bir aidiyyəti yoxdur. Çünki biz sürüşdürən zaman xana ünvanı sürüşdürürük. Biz sabit ədədləri sürüşdürmürük. Yəni sürüşən xana ünvanıdır. Bu yazılışı başa düşdünüz uşaqlar. Yəni bu sürüşmə zamanı dollar olan hissə dəyişmir, dəyişmir, dəyişmir. Dəyişənləri qırmızı rənglə bax işarə edirəm. İndi biz baxmalıyıq ki, Y2-dən, məsəl üçün hara baxacağıq? Y2-dən C1-ə getməliyik. Y2-dən B3-ə getməliyik. Sonra ürəyim sizə desin, Y2-dən hara getməliyik? A2-yə getməliyik. Y2-dən C2-yə getməliyik. Y2-dən D3-ə getməliyik. Gəlin bunların qarşısına sətir sütun dəyişməsini yazaq. Sətiri neyniyib? Sətir minus 1, sütun neçədir? Y-dən C-yə sütun neçə? Minus neçə? 1. Minus 1 dəqiq. C-dən Y-yə, C, D, Y var axı. Mənfi 2. C, D, Y. 1, 2. Y-dən C-yə girsən. O da minus 1. Sonra ikincidə nə olacaq? Mənfi 3 olacaq artıq sütun. Aha, mənfi 3. Bu mənfi 2 idi, sorry. Bu da olacaq, bəli, mənfi 3. Çünki burada Y-dən C-yə gedəndə 2 sütun geri gediriksə, Y-dən B-yə gedəndə 3 sütun geri getmək lazımdır. Sonra burada 0, mənfi 4. 0, mənfi 4. Sətir 0, sütun isə deyirsən nə qədərdir? Mənfi 4. Sonra burada Sətir 0, sütun 0 mənfi 2. aha. Bir də axırıncı Mənfi 1. mənfi 1 olmaz, plus olur. Hə. Bir də mənfi 1. Всё. Bura kimi anlaşılmayan nəsə var uşaqlar? Bu yazılışlardan. Tələsmirik, yəni yavaş-yavaş izah edirəm. Hər şey aydındır. Всё. İndi gəlin baxaq. Görək bu dəyişmələri, bu dəyişmələri. Bu C2 ilə 1-ə tətbiq eləmək olacaqmı? Gəlin baxaq. Tutalım ki, birinciyə baxıram. Gəlin bunları istəyirsə nömrəliyim. Belə. Məsələn, birinciyə baxaq. Birincidə sətir 1 vahid azalır. Bizim də burada bu 1 var. Bu 1. 1 vahid azala bilərmi? Xeyr. Azala bilməz də, çünki 0-cı sətir yoxdur axı. Sətirlər 1-dən başlayır. Deməli, 1 səhv. Getdi. İkinciyə baxın. Deməli, sətir 1 vahid artmalıdır. Onda problem yoxdur. Amma sütunumuz 3 vahid azalmalıdır. Məsələn, burada sütun var, C. 3 vahid azala bilər? Yox. Xeyr. Gəlin baxaq. C-dən 1, 2 addım geri gedə bilərik. 3 addım geri gedə bilmərik. Deməli, bu da səhv. Sonra bura baxaq. Sətir 0-dır. Yəni 1 ilə 2-də heç bir problem olmayacaq. Amma sütunumuz 4 addım geri getməlidir. Olar? Səhv. Səhvdir. Sonra, yəni gedə bilmirik də. Yəni bu mənanı səhvdir. Köçürə bilmirik. Sonra bu necə? Olar. Olar. Nəyə görə? Çünki sətirimiz 0-dır. Okeydir hər şey. Bəli, sütunumuz da C-dir. Mənfi 2 gedib A olacaq. Hər şey ola bilər. Əla.
Buranı mən tutam ki, sarı edirəm ki, bu keçərlidir. Sonra axırıncı, Olur. Olur. bəli, bu da olur. Vəssalam, bizə nə deyirdi? Deyir ki, Y2 xanasındakı düstur aşağıdakı xanalardan hansına köçürülə bilməz? Deməli, hansılara köçürülə bilmədi? Köçürülə bilmədi C1-ə, B3-ə, A2-yə. Hansıydı bu? C1, B3, A2. 1, 2, 3-cü variantlar. Hətta gəlin istəyirsiniz belə üstündə işarə edeyim ki, bilək ki, cavabımız budur. Köçürülə bilməz deyirdi çünki. Başa düşdük uşaqlar köçürülə bilməz halında. Bəli, müəllim.